Alenka, şahiddir. Bir dəqiqə gözlə. İzləyicilərimiz şahiddir, hər şeyə şahiddir. Azərbaycana gələrlər 6 ayda bir dəfə, 1 ildə bir dəfə, 2 dəfə. Bu get gəl, get gəl. Adama deyirlər nə qalıb sənin burada? Nə var ay qız burada? Get gəl, get gəl. Ərin də orada, uşağın da orada, anan atan. Nədir səni buraya gətirdən? Reklamda sənin reklama ehtiyacın var. Dövlət də 4 dənə uşaqdan pul alırsan. Ər deyirsən kukla kimi ərin yanında. Ev deyirsən imarət. Get yaşa da, nə gəlirsən bura? Deport eləyəcək. Eləsinlər də, cər eləsinlər, cəhənnəm eləsinlər. Onsuz da onun üçün o ayıb bilsə TikToka girib Ləmanla ümumiyyətcə üz-üzə gəlməzdi. O özünə, o qız panyatkalı qız olsaydı Müjganla oturub durmazdı. Müjganla gəlib çörək kəsməzdi. Müjgan konçünlü bir insandır. Mən bunu açıq deyirəm. Sözümün də arxasında dururam. Mənim bu sözümü də burada pretenziya qayıran ilə birbaşa Müjganın tayıdır. Müjgan canlı yayımlarda nələr eləyirdi? Məni bəyənmirsiniz, sözdə deyirsiniz ki, sigaret çəkirsən, içki içirsən. Siz məni bəyənmirsiniz. Mənim bir dənə mənfi hərəkətim budur, sigaret çəkirəm, içki içirəm. İndi mən də beləyəm, evli qadınlar tanıyıram. Əri polkovnikdir, var yoxuna nəhlət oturur, gözünün qabağında sigaret çəkir. Azmı görmüşüm? Sigaret çəkər, içki içən daşa, bir dənə mənim daşım ağır olub düşübdür başına. Ləman nə idi? Bütün günü Müjgan dırt, üzr istəyirəm hamıdan. Osturmurdu canlı yayımda. Soskanı götürüb şey eləmirdi. Bu qız Arzu özünə hörmət eləyən qadın olsaydı, bir ailə başçısı, bir Azərbaycan xanımı olsaydı, uşaqlarına hörmət eləyən olsaydı, Arzum ondan oturub dirişmədirik çörək kəsməzdi. Onunla çörək yeməzdi. Dost mu qalmadı, qadın mı qalmadı dostluq eləməyə? Gərək bu tiktokerlərdən, yiyəsizlərdən mi oturub dostluq eləyərlər? Reytingə görə dəyirmi? Reytingə dəymir, axı reytingə görə insan öz şəxsiyyətini alçatsın, insan öz qriyyətini atsın yerin altına. Müjganla qoşulanda yayımı mı yüksək olurdu? Müjganla video paylaşanda milyonlar baxış mı gəlirdi? Gedib o qədər video çəkməli adam var, qızlar var, direktində yalvarırlar ki, gəl video çəkək. Özümü qoyum ən axırıncı yola, ən axırıncı gedim adamla video çəkim. Ki, nə var, çox baxış gələcək. Dəyməz, vallah dəyməz. Arzum Almaniyada olanda mən ona şəxsən hörmət edirdim o qıza mən. Gəldi burada zibilini çıxartdı, qoşuldu Sonanın uşaqlarına, nə bilim, gah getdi Ləmanın yanına, gah getdi Müjgan. Mən onu Arzumun özünə də dedim, görüntülüdə dedim ki, sən mənim gözümdən bilirsən atsan düşdün. Müjgan'a öz üstü olub 30 diranda düşdün. Müjgan kimdir ki? Müjgan bir şey ki, millətlə burada dava dalaş aparır, qırğın dava aparır. Mənə Platun gedim saçımı düzəldim. Mənə Platun gedim paltar yuyan maşını alın. Müjgan konçinlidir. Konçinli. Sən öz Panyatova, öz Tatsvonunu necə yaraşdırdın, sən onunla bir stulda oturdun. Sonra da dalaşırsınız, bu milləti, bu xalqı barmağınıza, yumuşaq yerinizə sarmısınız, dalaşırsınız, sonra çıxırsınız bir-birinizin puçuğunu açırsınız. Biri deyir sənin anan gəzəyəndə, bu buna deyir sənin anan mıdır, o ona deyir sənin anan qıdır. Milləti barmaqlarında sarıyıblar da, bunlar dinç cəmaatı barmaqlarında sarıyıblar. Bizim cəmiyyət, bizim millət TikToku belə çevrəndə Arzumla Müjganın davası gəlir. Belə çevrəmdə Zuzumla şeyin davası gəlir. Bəsdirin də, day, qutarın da, day. Bu polislər, qurban olan polislərimizə da bu mındarları da yığışdırmaqdan oradan aparırlar. Burada TikTok təmizlənsin. TikTok, ay başıma dönüm. Bunlardan qutarıq keçirik Arzumun zibilinə. Buradan qutarıq keçirik Ləmanın zibilinə. Buradan qutarıq keçirik Müjganın zibilinə. Görmüsünüz mən kimlənsə dalaşan? Görmüsünüz? Görmüsünüz kimlənsə TikTokda dostluq eləyən? Eləmirəm, qardaş. Dostluq eləyəcəm, oturacam, yanında bir dənə proqram, məni əllə bir eləyəcək. Lazımdır mənə. Mən reytingə görə hərəkət eləyəm. Ay Renka, eşidirsən, bir dəqiqə qulaq as. Renka, dostluq deyəndə aramızda bir bağlılıq var da, yeri gəndə ana və ailə və demədiyin sirlərimi mənə demisən. Və yaxud da mən sirlərimi sənə bölüşmüşəm. Səhv deyirəmsə, deyirəm, Alican, səhv deyirsən. Səhv deyirəm, quzum. Renka, sözümü deyirəm, yəni səhv demirəm ki, olan. Yəni, bilsən necədir, sən evində çörək kəsdiyin, mənə o çatmır, bir insan mənə çatmır. Sən bununla çörək kəsdirsən, sən çörək kəsdiyin qaba necə o hərəkət edirlər? Nədir o maraqlı? Söhbət olan ki, söhbət qadındır da, söhbət xanımdırlar da, o da xanımdır. Qadın bu qədər düşmən olar, qadın qadına qarşı bu qədər mi dəyərsiz olar, qadın qadına qarşı bu qədər mi haqsız olar, qadın qadına qarşı bu qədər mi ədalətsiz olar? Bir-birinizə fikirlərinə hörmət eləyin, bir-birinizin düşüncələrinə hörmət eləyin, sayğı ilə yanaşın. Hamımız insanıq, bu dünya çox qısadır.